Ona görə keçmiş salih insanlar ixlas, yəni Allah üçün əməllərə qəbulun əsas, daha çox buna nədir? Önəm verərlər. Deyərlər, bu ibadətin ruhudur, qəlbin düzəlməsidir. Daim insan nə inəyər? Bunu, qəlbini. Yəni, ixlas nədir? İxlaslı insan odur ki, günahlarını gizlətdiyi kimi yaxşı əməllərini gizlədir. Yəni, Allah üçün edir. Niyyəti Allah üçündür. Allah yalnız öz rizası üçün edilən nədir? Əməli qəbul edər. Baxın, nə deyir alimlərdən birisi? İxlas nə deməkdir? Allah ilə qul arasında olan bir sirdir. Onu nə bir mələk bilir, yazsın, nə də bir şeytan bilir, pozsun. Nə də nəfs onu özünə tərəf çəkə bilər. Yəni, o qədər ibadətlərində nədir? Səmmidir. Qul ixlaslı olduqda ondan çoxlu vəsvəsələr və riyakarlıqdır, kəsilərdir. Vəsvəsə uzaqlaşar insanlar. Deyəcəksən ki, hər bir əməlimi Rəbbimin razılığını qazanmaq üçün edirəm. Niyyəti öyrənim, çünki o əməldən daha üstündür. Yəni, ixlas bu deməkdir. Baxın, deyək ki, alimlərdən birisi, heç bir qul 40 gün ixlasla əməl etməz ki, qəlbindən hikmət çeşmələri dilinə axmasın. O zaman insanın qəlbi də düzəlir. Qəlb dinimizdə çox önəmlidir. Qəlb saf olanda, pak olanda o insanın üzündə belə nədir? Hiss olunur. Baxın, deyək ki, alimlərdən birisi, bil ki, Allahın bəndəyə yardımı niyyətin dərəcəsinə görədir. Kimin niyyəti kamil olarsa, Allahın yardımı da tam olar. Kimin niyyəti naqis olarsa, yardım da o qədər nədir? Azalar. Deyək, ey nəfsim, alimlərdən birisi öz nəfsinə deyir. Ey nəfsim, ixlaslı ol ki, xilas olasan deyir. Baxın, nə gözəl bir söz. İxlaslı insan odur ki, daim Allahın razını qazanmağa çalışır.